Vaxtilə Xankəndi şəhər stadionunda Qarabağ Ermənistandır və nöqtə deyənlər Qarabağ Azərbaycandır deməyə məcbur oldular. Xankəndi və Ağdam şəhərlərinə səfəri çərçivəsində Prezident İlham Əliyev doğma yurtlarına qovuşan sakinlərlə görüşündə bir sıra vacib mesajlar da ötürüb. Dövlət başçısının bu dəfəki səfəri siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda Qarabağ Ermənistandır və nöqtə deyənlər Qarabağ Azərbaycandır deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq. Xalqımız, dövlətimiz. Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Ölkə başçısı bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə Ermənistana geniş siyasi, iqtisadi, maliyyə və hərbi dəstək göstərilib. Beynəlxalq hüququn tələblərinə baxmayaraq münaqişə ilə məşğul olmalı və ədalətli mövqe sərgiləməli olan bir sıra beynəlxalq təşkilatlar və qurumlar faktiki olaraq işğalçı və talançı siyasət yürüdən Ermənistan dövləti ilə həmrəylik nümayiş etdiriblər. Bu qərəzli yanaşma işğalın uzun illər davam etməsinə, beynəlxalq qətnamələrin icra olunmamasına və bölgədə ədalətin bərqərar olmamasına səbəb olub. Dövlət başçımız Ermənistan havadarlarından, Ermənistan işğalçılıq siyasətindən bəhs edərək Azərbaycanın hansı problemlərlə qarşı-qarşıya qaldığını zamanında yalnız sözün əsl mənasında qətiyyət və iradənin, milli birliyin bu problemlərin öhdəsindən gələ biləcəyini vurğuladı və haqlı olaraq da hesab etdi ki, Azərbaycan gəncliyi, Azərbaycan cəmiyyəti, xüsusən tarixçilərimiz bu istiqamətə xüsusi diqqət yetirməlidir. Bizim hansı yollardan keçdiyimizi bilməlidir. Biz sülh tərəfdarıyıq, amma biz bu bölgədə sülhün əbədi və dayanıqlı olması üçün birmənalı şəkildə qan yaddaşımızın qorunmasını və bölgədə güclü olmağımızı vacib sayırıq. İşğal zamanı şəhər və kəndlər dağıdılıb, məscidlər və müqəddəs yerlər təhqir edilib. Tikillər sökülərək maddi sərvətlər Ermənistana daşınıb, təbii sərvətlər talan edilib, ərazilər kütləvi şəkildə minalanıb və nəticədə mülki vətəndaşlar mina qurbanı olublar. Ölkə başçısı bildirib ki, bəzi qərb şirkətləri bu qanunsuz fəaliyyətlərdə iştirak etsə də indiyədək onlara qarşı tədbir görülməyib. Bugün dünyada müxtəlif yerlərdə müharibələr gedir, toqquşmalar, münaqişələr baş alıb gedir. Dərhal ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr nə edirlər? Sanksiyalar tətbiq edilir. Və sanksiyaların da əlbəttə ki, böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq olunsaydı, əlbəttə ki, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilməli, əksinə onlara bəziləri pulsuz silahlar verirdi. Özü də 1 milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Bugün bütün ədalətsizliklərə baxmayaraq Azərbaycan haqqını bərpa etməyə nail olub. Ölkəmiz işğaldan azad edilən ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işlərini ardıcıl şəkildə həyata keçirir. Dağıdılmış şəhər və kəndlər yenidən salınır, müasir infrastruktur qurulur, yollar, elektrik, su və sosial obyektlər inşa edilir. Məqsəd bu torpaqlarda təhlükəsiz, dayanıqlı yaşayışı təmin etmək, məcburi köçkünlərin doğma yurtlarına qayıdışını sürətləndirmək və bölgənin sosial-iqtisadi inkişafını təmin etməkdir. Biz hansısa dağda, hansısa düzənlikdə yeni şəhər salmırıq. Biz minalarla zədələnmiş, eyni zamanda dağıdılmış, xarabazara çevrilmiş bir bölgəni yenidən qururuq və xüsusən də həmin bölgənin ruhunu saxlamaqla, ənənəvi yaşayış mühitini qorumağa, mədəni mühitini qorumağa, sosial mühitini qorumağa çalışmaqla və artıq həmin bölgələrdə 60 mindən çox insan yaşayır və dövlət başçımızın bu səfərində də istər Xankəndində, istər Ağdamda, eyni zamanda həmin ərazilərdə həm yaşayış, məsələn, Kərkicahana, Ağdama yeni insanların köç etməsi, həmçinin Xankəndində, Ağdamda yeni müəssisələrin açılması, bu əslində bu açılışlar dövlətimizin bu bölgədə qayıdışın və quruculuq bərpa prosesinin nə qədər əzmlə davam etdiyini göstərmiş oldu. Ölkə başçısının bu səfəri bölgədə dayanıqlı inkişafın təmin edilməsi və həyatın mərhələli şəkildə bərpası baxımından mühüm əhəmiyyət daşıyır.